söz verilir Elşad bəy. Buyurun Elşad bəy. Hörmətli sədr və hörmətli millət vəkilləri, hər birinizi salamlayıram. Bugün Azərbaycan Xalq Parlamentinin gündəmində olan məsələ ilə bağlı mən də fikirlərimi bildirmək istəyirəm. Biz demək olar ki, prioritet götürmüşük ki, beynəlxalq təşkilatlarla əlaqələr quraq, onların sıx əməkdaşlıq edək. Amma bu məsələdə xalqıma mövzunu tutub demək istəyirəm ki, bu məsələ ilə bağlı xülyalara qapılmayaq. Biz əlbəttə ki, xalq parlamenti olaraq beynəlxalq təşkilatlarla xüsusi əlaqələr qurmaq, əməkdaşlıq eləmək istəyirik. Lakin ölkədə baş verən, dövlətimizlə bağlı baş verən problemləri aradan qaldırmaq üçün biz Allahın bizə verdiyi imkanlardan və xalqımızın gücündən istifadə edəcəyik. Yəni, elə başa düşülməsin ki, biz Azərbaycan xalqın kimlərsə gəlib xilas eləyəcək, Avropa Şurası, Parlament Assambleyası və yaxud başqa təşkilatlar belə deyil. Biz təşkilat olaraq beynəlxalq təşkilatlarla əlaqə qurmağa çalışacağıq. Çox təşəkkür edirəm Abid bəyə və bu işdə xüsusi, belə deyək, əməyi keçən insanlara xüsusilə təşəkkür edirəm öz adımdan və xalqım adından. Bu şeylər hamısı lazımdır. Sadəcə onu demək istəyirəm ki, xalqımız bilməlidir ki, öz problemin özü həll edəcək. Siz bizə dəstək verəcəksiniz, bu parlamentin rəyasət heyətinə və parlamentdə səs verib seçdiyiniz millət vəkillərinə dəstək verəcəksiniz. Biz də çalışacağıq ki, əlimizdən gələn gücümüzü ortaya qoyaq və bu problemlərin aradan qaldıraq, layiq olduğu kimi yaşasın bu xalq. Dövlət quraq. Ən əsas odur ki, dövlətimizi qura bilək. Mən elə hesab edirəm ki, bugün bizim dövlətimiz yoxdur. Üzr istəyirəm, ola bilər biraz uzunçuluq oldu. Sonda onu demək istəyirəm ki, Ərəstun bəy də bayaq qeyd elədi, Əlisə müəllimlə bağlı. Allah bu hakimiyyətə lənət eləsin və xalqımız və dövlətçiliyimiz əleyhinə iş aparan bütün güclər məhv edilməlidir, yox edilməlidir. Təşəkkür edirəm, bu qədər. Təşəkkür edirəm, hörmətli Elşad bəy. Çıxış üçün söz verilir millət vəkili Mirqafir Seyidliyə və hazırlaşdığı millət vəkili Rüstəm Rüstəmov. Buyurun, hörmətli Mirqafir bəy. Axşamınız xeyir olsun. Ərəstun bəy, çox sağ olun ki, mənə söz verdiniz. Salamlayıram sizi də, həmkarlarımı da, dinləyicilərimizi də. Ərəstun bəy, o qədər yaralı yerimizə toxundunuz ki siz, mən məcbur oldum ki, çıxış eləyim. Dediniz ki, qeyd elədiniz ki, ermənilər bizim musiqilərimizi oğurlayırlar, öz adlarına çıxırlar. Bizim Azərbaycanda bugünkü gündə hansı bir televiziyada, hansı bir televiziya aparıcıları və yaxud da xanəndələri və yaxud da musiqişünasları Azərbaycan xalq musiqisindən söhbət edirlər və yaxud da onu ifa edirlər ki, bu xalq onu yaddan çıxartmasın. Azərbaycan musiqisi qalıbdır havada. Erməni də baxır qıraqdan, görür ki, buna yiyə çıxan yoxdur, özü götürür, deyir ki, bu mənimkidir. Bu günlərin Azərbaycan televiziyalarında heç bir bəstəkar, o rəhmətlik bəstəkarların adı çəkilmir, onların musiqiləri ifa olunmur. O qədər bəstəkarlar əmələ gəlibdilər ki, axşam dizlərinin üstündə yazırlar, verirlər bir xanıma və yaxud da bir kişiyə, sabahları bunu oxu, bununla sən reklam olasan, çoxlu toylara gedəcəksən, 5 gün, 10 gün. 10 gündən sonra həmin musiqilər yaddan çıxır. Mənim yadımdadır Ərəstun bəy, Muzikamediyanın direktoru vardı, Magbet. Ölüblər onlar. Hacıbaba Bağırov, Siyavuş Aslan. Məni televiziyaya çıxarda bilmədilər. Niyə? Mənim ağzımda qızıl tiş var idi. Senzura bıraxmadı məni. Bu günləri Azərbaycanda kim nə cür gəldi, əyninə nə gəldi, geyinib, dizi cırıq, yaxası açıq,
Nalayıq sözlərlə hamısı televiziyadadır. Bu günləri televiziyada müsibətdir. Qırğın gedir ki, kim kimdən çox onun haqqında mənfi fikir söyləyəcək, aylarla o televiziyada müzakirə olunur. Mən erməniləri qınamıram. Ermənilər görür ki, Azərbaycan musiqisi qalıbdır havada. İndi hər şeyi qoyaq qırağa, hər şeydən də düz danışaq da. Heydər Əliyev küçələrə su səpmişəm oxuyurdu. Bunu dəfələrlə biz televiziyada görmüşük, fondda da var, onlar verirlər. Bu günləri o musiqini İlham Əliyev niyə çıxıb demir ki, tapşırmır ki, o televiziyalara ki, bu musiqiləri ləğv eləyin, mənim atam oxuduğu musiqidən verin heç olmasa. Onlara o səpkidə musiqilərə qulaq asaq. Azərbaycan çox bərbad vəziyyətdədir. Hələ ermənilər deyirsiniz, sabahları Yahudilər doğrayacaqdı bizim musiqimizi. Biz musiqi tapmayacağıq. Çox pis vəziyyətdə, bərbad bir vəziyyətdədir Azərbaycan. Musiqi deyilən şey yoxdur. Bəstəkar tanınmır. Çıxırlar bir musiqini ifa edirlər. Musiqisi mənim adına çıxır. Bəstəkarı Həsən Hüseyn. Tanımırsan kimdir bu? Haradadır? Bu hansı bəstəkardır? Hara muxtarıbdır? Harada oxuyubdur? Harada yazıbdır bunları? Ancaq bu cür millətin beynini pozurlar. Millət ancaq bu musiqilərə, toylarda da bu musiqilərə oxuyurlar, oynayırlar. Bəstəkar deyilən şəxslər hamısı yaddan çıxıbdır. Siz çox yaralı yerimizə toxundunuz. Ərəstun bəy, mən ona görə dözə bilmədim, məcbur oldum bunları dedim. Çox sağ olun, məndən bu qədər. Təşəkkür edirəm Mirqafir bəy. Çıxış üçün söz verilir millət vəkili Rüstəm Rüstəmova və hazırlaşsın millət vəkili Qurban Məmmədli. Hörmətli yoldaşlar, üzr istəyirəm ikinci dəfə çıxdığıma görə, amma Ərəstun müəllimin sözü qüvvəti bir şey demək istəyirəm qısaca. Bu yaxınlarda bir dənə rolika baxdım, o da yazma başqa bir şey saldı. Demək, bir dənə erməni tarixçi professordur, nədə oturubdur, müsahibə verir, deyir, Gəncə xanım Cavad xan erməni idi. Allah'ın olsun, bax, kimə nə istəyir, gətirin, Quran gətirin, əlin basın. Deyir, Cavad xan erməni idi, danışır, başlayır onun tarixini danışmağa. Bu da yazma bir başqa hadisəni saldı. Mən 3-4 il, bəlkə də 5 il bundan qabaq olardı. Ermitajda bir dənə sərgi təşkil olunmuşdu. Erməni numizmatikası da, belə köhnə pullar. Demək, üstündə ərəbcə yazılar, Şah Abbasın puludur, nə bilim, İrəvan xanlığının manatları da, monetalardır. Hamısı böyle deyir, hamısı erməni tarixidir, erməninin numizmatikasıdır. Bax, sizin deyəcəyiniz sözə mən bunu əlavə eləmək istəyirdim. Çox doğru deyirsiniz, Ərəstun müəllim. Mənim ən çox yazdıqlarım da bu haqdadır elə. Xalqın mənəviyyəti, xalqın demək, mentaliteti nədir, dağılır, necə olur. Mən çox yazıram, amma nə olsun, telegrama qoyuram, o da elə qalır orada. İndi baxan baxır, baxmayan baxmır, amma bu İlham Əliyevə gedir, çatır, çatmır, onu da Allah bilir. Qaldı ki, demək, deyirsiniz, o yoldaş, məndən öncəki yoldaş Mirqafir bəy dedi ki, bilmirsən kimlə ilə məşğuldur. Azərbaycanda bilirlər kimlə ilə məşğuldur. Məsələ, necə ki, xüsusi xidmət orqanları ancaq demək, pastel təhlükəsizliyi ilə məşğuldur. Pastellər güdməklə məşğuldur. Elə də başqa musiqiçilər, elə də nəzəriyyatçılar. Hərə öz hayındadır. Bax, belə Mirqafir müəllim, bunu da sizə sözünüzə cavab dedim. Çox sağ olun, minnətdarım, üzr istəyirəm. Təşəkkür edirəm Rüstəm bəy. Çıxış üçün söz verilir millət vəkili Qurban Məmmədliyə. Hazırlaşsın millət vəkili Nurəddin Bayramov. Buyurun, hörmətli Qurban bəy. Təşəkkürlər, hörmət sədr, hörmətli millət vəkilləri. Qısa danışacağım mən. Bugün 14 fevral 2026-cı ildir. Bugün bilirsiniz, olduqca Azərbaycan xalqının tarixində çox vacib günlərdən biridir. Bugün unudulmamalıdır. Bugün xəyanət günü kimi tarixə çalınmalıdır və mən təklif edirəm. Məhz 1994-cü ilin fevral ayında, fevralın 14-də 1500-dən artıq
Əskər və zabitimizin donaraq düşmən tərəfindən məhv edilərək şəhid edilməsi günü, xəyanət günü kimi qəbul olunsun. Azərbaycan tarixi bunu belə yadda saxlasın. 14 fevral Azərbaycanda xəyanət günüdür. Amma orada 1500 döyüş əməliyyat zamanı şəhid olanlar var. Hörmətli polkovnikimiz İsa Sadıqovun buradan salamlayıram. Çoxdan o da görsənmir parlament iclaslarında. İsa bəyin vaxtilə verdiyi məlumatlara görə 1500 nəfər əməliyyatın özündə itkimiz olmuşdu. Ondan sonra 5000-6000'ə qədər həmin əməliyyatda yaralanıb sonradan sıradan çıxan, yəni ümumi itkilərimiz həmin əməliyyatda, qış əməliyyatında 5-6 min arası olubdu. Onun 1500'dən çoxu bilavasitə orada şəhid düşüblər. Mən təklif edirəm ki, Xalq Parlamenti 14 fevralı Azərbaycan xalqının tarixində xəyanət günü kimi qeyd edilməsi barədə qərar qəbul edəsin. İkincisi, Əlisə Nicatı mən buradan salamlayıram. Əlisə müəllimlə çox yaxın vaxtilə əməkdaşlığım olub, bir yerdə Hürriyyət qəzetdən çalışmışıq. Əlisə müəllim əslində baxsaz yardım istəmir İlham Əliyevdən. O ömrünün axıl və müdrik vaxtında öz həyatı ilə bir prisçə yazıb, xalqa çatdırmaq istəyir ki, İlham Əliyevdən təqaüd olan adamların hamısı onun istədiyini, hər istədiyini eləyənlərdir. Ona görə yazır ki, nə istəsəd eləməyi hazıram, tək mənə də verin. Eşq olsun Əlisə Nicata, əsli filosof kimi xalqa lazım olan sözünü deyə bilibdir. Burada hörmətli millət vəkili Faiq bəy bir sual verdi ki, nəyə görə Almaniyada gedən, keçirilən tədbirlərdə, İlham Əliyevin olduğu tədbirlərdə Azərfreedom və ya parlamentin nümayəndələri iştirak eləmir. Hörmətli Faiq bəy, hörmətli millət vəkilləri və hörmətli soydaşlarımız, bizi bugün ekranlar qarşısında izləyən qardaş və bacılarımız. Bu şeylər hamısı maliyyəyə bağlıdır. Adamlar bir şey bilin, Avropada yaşayan ləyaqətli və namuslu Azərbaycanlılar ki var, öz vətəndən didərgin düşdülər. Onlar orada ya sosial yardım hesabına yaşayırlar, onlara verilən sosial yardım isə özlərinin, valilərinin gücündən görür. Onu hesablayı verirlər ki, adamda sadəcə acından ölməsin. Artıq hərəkət eləmək üçün bir qəpik pulları qalmır. Abid Qafarov və dostları Aşvada iştirak edəndə onların ailələri problem yaşayırlar. Bunu istəyirəm hamı başa düşsün, bilsin və xalqlarında açıq danışmaq lazımdır. Pulumuz olacaqsa, dünyanın harasında olmasından asıl olmayaraq, bütün beynəlxalq tədbirlərdə Xalq Parlamentinin nümayəndələri, eləcə də Azərfreedom jurnalistləri, əməkdaşları iştirak edə bilər. Pul yoxsa, patron yoxsa müharibə bitdi. Azərbaycan TV-ləri bu günləri, burada yoldaşlar kimsə qeyd elədi, ideoloji silah kimi xalqımıza qarşı istifadə olunur. Bu tip mahnılar, musiqilər və hamısı Azərbaycan xalqının qəsdinə durublar. Bu da rejimin mahiyyətindən xəbər verir. Mən sonda danışan Rüstəm bəy deyəsən, dedi burada Heydər Əliyevin mahnısını xatırlatdı ki, o belə oxuyurdu. Kütlələrə su səpmişəm. İndi İlham Əliyev də oxuyur. İlham Əliyev də belə oxuyur. Signal ver bilim səni, insanlıqdan selim səni. O da meyxana oxuyur da. Allah'ın xalqı signal istəyir, gözləyir. Millət də signal verdikcə başlayırlar, həbs edirlər. Ona görə də musiqidə problemimiz yox, narahat olmuyor. Uğurlar arzulayırlar. Bütün bu problemləri həll eləmək üçün mən Azərbaycan xalqını Xalq Parlamentinə dəstək verməyə çağırıram. Xalq Parlamentin ətrafında sıxlaşıb birləşməyə çağırıram ki, bu problemlərin hamısı yalnız kütləvi xalq hərəkatı ilə həll edilə bilər. Yoxsa ayrı-ayrı problemlərdə girəylənməklə məsələ iş düzərəsi deyil, nə Sarkis, nə Aşot, nə Haykanuş, nə də Qans və Bisimik gəlib bizə kömək eləsi deyil. Təşəkkürlər, çox sağ olun, minnətdarım. Teşekkür ederim Qurban bəy, fürsətdən istifadə edib mən də bütün bu işlərin təşkilində müstəslər olduğunuza görə Azərbaycan Xalq Parlamentinin üzvləri, rəisə qəyətadına sizə təşəkkür edirəm. Azərbaycan ailəsinə təşəkkür edirəm. Çox sağ olun, var olun və çıxış üçün söz verilir millət vəkili Nurəddin Bayramova, hazırlaşsın millət vəkili Validə Əhmədova. Buyurun, hörmətli Nurəddin bəy. Salam, hər vaxtınız xeyir. Ələsman bəy sizi, millət vəkillərini və bizi televiziya, YouTube kanalları vasitəsilə izləyən bütün Azərbaycan vətəndaşlarını salamlayıram. Fatira xanım elə bir yaralı yerimizə toxundu ki, birbaşa gənclərimizin zəhərlənməsi, onların cəmiyyətdə
nəinki sağlam formada inkişaf eləməsinə, əksinə müəyyən mənada asıllığa düşməsinə sövq eləyənlər var. Belə ki, nəinki yuxarı 10-cu, 11-ci siniflər, 9, 10, 11-ci siniflər yox, tək 5-6-cı siniflərdən başlayaraq enerjili işçiləri bütün şagirdlərin əlində görmək mümkündür. Nəinki enerjili işçiləri, hətta siqareti uşaqlarının yanından keçəndə olan uşaqlarının, onların hamısının ağzından iğni gəldiyini, siqaret iğni gəldi. İşlədiyim müddətdə mən bunu dəfələrlə müşahidə eləmişəm. Yəni, cəmiyyət buna göz yumur, cəmiyyət bunu və ən bəlalı yerlərdən biri də odur ki, az yaşlı uşaqların müəyyən pivəxanalarda, yeməkxanalarda qarşıdan kimi fəaliyyət göstərməsinə göz yumanlar var. Düzdür, ailələrin vəziyyəti o qədər acınacaqlıdır ki, onlar başqa yol tapa bilmirlər. Ona görə uşaqları gedib burada o pivəxanalarda, yeməkxanalarda qarşılıq eləyirlər. İşçili adamların, siqaret çəkən adamların ətrafında olurlar. Bu çox xoşa gəlməz bir haldır. Onu da gəlib öz sinif yoldaşları arasında təbliğ eləməyə, onlar arasında güya onu təbliğ eləməyə başlayırlar. Bu da Azərbaycan cəmiyyətində çox ağrı verici bir məsələdir. Bu 2 gün ərzində YouTube kanallarının birində mən izlədim. Gəncədən Bakıya bir ailə köçüb, onların övladı, bir uşağı orta məktəb şagirdidir. Hardasa 5-ci sinifdə oxuyur. Qan xəstəlikləri institutunda müalicə alır. Onların sinif yoldaşları kütləvi surətdə xəstəxananın qabağına gəlmişdi. Müəllimləri ilə bir yerdə o uşağa dəstək göstərmək üçün. O qədər sevindirici hal idi ki, belə şeyləri təbliğ eləmək lazımdır. Və bugün, bilmirəm, hansı kanalda izlədim, Bakıda apellyasiya məhkəmələrinin hansınsa biri, ad familiyasını unutmuşam, zala müqəssiri gətirəndə qolu qandallı, içəridə az yaşlı uşaq olur, hakim onu görür. Deyir, bu uşaq kimdir? Deyir, mühakim olunan adamın övladıdır. Məhkəməni dayandırır, həmin uşağı zaldan çıxardır və deyir ki, atalar uşaqların ən böyük istinad elədiyi yerdir, qəhrəmanlarıdır. Mən heç vaxt istəmərəm ki, o uşaqların atasının qolu qandallı görsün, o həyatda travması müəyyən şeylər var. İnsanlar arasında cəmiyyətdə belə şeylər. Bu son zamanlar siniflərdə paylaşılan bir məsələləri çəkirlər, özü aktiv şəkildə onu paylaşırlar YouTube kanallarında. Nə bilim, Kitarada filan kəs salır, rəhbərimiz kimdir, Nağaranı filan kəs. Birbaşa sinifdə. Bunu o rayonun təhsil şöbəsində bilir, hansı məktəbdə eləyirlər. Məktəbin direktoru da bilir, onu hansı sinifdə eləyirlər. Bunun qarşısını almaq əvəzinə, hələ bunu birbaşa televiziya ilə, YouTube kanalları ilə yayırlar. Biabırçılıqdır. Azərbaycan cəmiyyətinə xas olmayan bir şeylərdir. Bayaq dediyim kimi, o nümunəvi bir şagirdimizə dəstək olmaq, qan xəstəliyi olan bir balamızı qorumaq, ona ruh vermək insanın ürəyini açır. İnsana o qədər müəyyən mənada gözəllik göstərir ki, adam baxır, necə deyərlər, insanlığın itmədiyini görür. Bu ki, qaldı qida məhsullarına. Naxçıvanda mən müqayisə eləmək istəyirəm ki, iri buynuzlu malların ətindən, xırda buynuzlu heyvanların ətindən o qədər az istifadə olunur ki, əsasən bu toyuqlardan el arasında ona kapron toyuq deyirlər. O kapron toyuq o qədər insanların həyatına, necə deyərlər, sərət edib ki, artıq demək olar ki, başqa qidalardan istifadə olunmur. Bunların qarşısını almaq lazımdır. Cəmiyyətdə bunlara qarşı mübarizə aparmaq lazımdır ki, insanlar normal qidalana bilsinlər. Onda nə cür qidalana bilər? 320 manat, 400 manat əmək haqqı alan adamlar gedib 17 manata, 18 manata əti necə ala bilər? Çox acınacaqlı bir vəziyyətdir. Xatirə xanım o qədər yaralı bir yerimizə toxundu ki, bir müəllim kimi, bir ziyalı kimi məktəblərimizdə belə şeylərin olması insanları doğrudan sarsıdır, insanlara ürək ağrısı verir. Və bir məsələni də deyib fikrimi yekunlaşdırmaq istəyirəm. Əvvəl məktəblərdə biz oxuyan müddətdə müəllimlərin böyük əksəriyyəti kişilər idi. İndi demək olar ki, məktəbdə bir 3 nəfər, 2 nəfər elə məktəb var, ümumiyyətlə kişi müəllim yoxdur, belə deyək də, adi hərbi rəhbərdir, o da qadındır. Biabırçılıqdır bunlar hamısı. Ona görə ki, əmək haqqı o qədər azdır, kişiləri o qədər cəmiyyətdə sıxışdırırlar ki, ona görə məktəblərdə onlar da görsənmirlər. Adi toy məclislərində oğlan uşaqlarının qız hərəkəti ilə oynamağa adama utanc gətirir. Biabırçılıqdır. Təşəkkür edirəm, minnətdarım. Təşəkkür edirəm, hörmətli Nurəddin bəy.